Rekdə yoxdur. Tutmuşam söhbəti revanşa da qayıtmışam. Tutmuşam söhbəti nəydən çox şeydən. Oba. İndi oynadı. Comeback edəcəm. Biz çoxdandır 2 dənə sponsorumuz var, 2 nəfər. Cəmaatın sponsoru hansı məhsul zadı? Bizdə Vüsaləddin və Nihat bizim dostlardır, onlara təşəkkürlər. Təşəkkürlər. Arada dəstək olurlar, montaj falan edirik. Content Lab Oktaya təşəkkürlər. Getdikcə stullarımız sarı olub, daha rahat olub. Content Lab inkişaf edir. Bir də Ormana qapısında da oyuncaqlara təşəkkürlər. Final sezonunda gəlib revanşımı götürəcəksən. Belə, deməli mən keçən dəfə bir dənə belə sizdən yaxşı olmasın 2-ci dərəcəli bir krujokum var. Onlarla oturub söhbət edirik. Orada tələbələr zaten və gənc Z generation'da. Onlar mənə dedilər ki, bəs Azərbaycanda mən niyəsə elə düşünürəm ki, ətrafımda elə adamlar olmadığı üçün elə bilirəm ki, fala baxmaq, pirə getmək falan bu söhbətlər qurtarıb da, yəni yoxdur. Səndə mən yəni inkişaf elə gedir. New age necə belə bütpərəstliyin fərqli formasında varsa, indi də var. Hətta belə ciddi şəkildə deyək ki, varlı və ya qeyri-varlı adamlar pullarını gedib falçıya xərcləyirlər və nə bilim cadu, nə bilim belə şeylərdir. Yəni kiminsə dişi, canavarın dişi zadı harasa qoyurlar. Yəni mən niyəsə buna belə necə ki şeydə danışırdıq belə ghosting zat söhbətinə ki, çox bayağı mövzudur, amma bunun belə kökləri var da, yəqin ki metafizik kökləri var. Bunun da yəni primitiv falçılığın nəyə görə cəmaət içində hələ də populyar olmağının səbəbləri mənim maraqlıdır. Yəni bu sırf cahillikdir deyib keçə bilərikmi? Məsəl üçün bilmirəm. Yəni səncə prosta cahillikdir bu yoxsa? Cahillikdir deyəndə ki, əgər kimsə bəziləri bir dəfə bu söhbət olmuşdu. İnanmırsansa da işləyir. Bəlkə də inanmırıq, amma yenə də işləyir. Amma belə səliqəli cümləyə qalsa, bütün rasional şeylərin kökündə yəqin ki, irrasionallıq dayanır. Və bizim o köklərdən xəbərdar olmağımız gündəlik həyatda özümüzü necə aparmağımızı açar rol oynaya bilər. Ona görə də həmin insanlar inanırsa, bəlkə də işləyir. Onlar üçün ən azından. Yəni belə təbii, insanın təbii vəziyyəti var da. Məsəl üçün, yəni heç bir din, heç bir şey olmasa, insan təbii olaraq nəyəsə inanır da belə. Deyək ki, inanır ki, o belə də məsəl üçün hansısa bir narkotik məsəl üçün vasitələrdən istifadə edən hansısa hala girir, transa girir, yaxud meditasiya edən hansısa transa girir. Bu onu təbii olaraq yaxşılaşdırır dırnaq içində. Və bunun məsəl üçün ənənədə və yaxud hansısa fəlsəfədə falan qarşılığı yəqin ki, əlkimyadır ola bilər. Mövzu biraz belə çox göydən ola bilər, amma əlkimyanın əslində belə çox da belə irrasional mövzu olmadığını görürük. Mən istəyirəm ki, əsasən bəlkə də Francis Yates'in kitabları üzərindən danışmaq olar. Bu bir araşdırmaçı və ya tədqiqatçı qadındır, ingilisdir. Çox belə necə ki biz Beyerin adını çəkdik, dedik ki, müasir demək Alman fəlsəfəsi ilə bağlı möhtəşəm yazılar yazıb. Həmçinin Francis Yates də elədir, yəni bu mövzu ilə bağlı işləyib. Yəni Renessans dövrünün daxilində hermetik köklərin, metafizik köklərin olduğunu iddia edən və Avropa aydınlanmasında böyük rol oynayan, yəni bizim irrasional kimi baxdığımız cərəyanların əslində ciddi rol oynadığını deyən adamdır da, hə? Sən necə bir replik eləyərdin Francis Yates'dən bu söhbət? Francis Yates deyəsən o dövrdə hər şeylə bağlı yazıb, hə? Onun John Dee üzərində deyəsən kitabı var. Rosenkreuzerlərlə bağlı kitabı var. Hansı ki, onlar Qızılgül və Xaç cəmiyyəti, qardaşlığı. Francis Yates'in teatrla bağlı, dünya bir teatr kimi, hansı ki, orada da yenidən hermetik məsələlərin ontologiya üzərində təsviri və yaxud ontologiyanın kultural sferaya sıçrayışı və s. Shakespeare'in teatrında bu özünü necə göstərir və s. və ilaxır. O dövrdə insanların düşüncələrində bizə indi rasional gələn şeylərin necə diskursu formalaşdırmağını Francis Yates çox yaxşı təsvir eləyir və həqiqətən də əla tədqiqatçıdır. Yəni kitabları kimsə oxumaq istəsə məsləhətdir. İndi bu əlkimya məsələsi ilə necə bir giriş eləyək? Məsəl üçün mən düşünürəm ki, əlkimyanın, yəni Francis Yates'in də əslində iddiası ondan ibarətdir ki, lap keçmişdə məsəl üçün Misirdə kahinlər bu elmlə məşğul oldular. Magiya belə deyək və yaxud kimya ilə bağlı. Amma bunların zehnində
necə bir dünya görüşü olub ki, onlar kimyanı əsas elm kimi seçiblər, misal üçün də. Məsələn, misal üçün ağlıma gəlir ki, Aristotelin fizikası necə idi? Tutaq ki, bir əşyanın hərəkət etməsi üçün başqa bir əşyanın onu itələməsi lazım idi, düzdürmü? Bu fiziki dünya görüşündən Aristotel deyir ki, onda Tanrı hərəkət eləyərmi? Cavabı da bu idi ki, Tanrı hərəkət eləməz. Çünki əgər Tanrı hərəkət eləyirsə, demək ondan qabaq səbəb var. Yəni Tanrını kimsə itələyib də belə dırnaq içində. Amma o səbəblərin əvvəl olduğu üçün, ondan öncə heç nə olmadığı üçün o Tanrıya yaxşı bir tərif vermişdi Aristotel. Hərəkət etməyən hərəkət etdirici. Yəni özü hərəkət eləmir, amma dünyanı var eləyir, hərəkət etdirir. Yəni bu fizika ilə bağlı dünya görüşü birbaşa inanca təsir edib Aristoteldə də misal üçün. Mən iddia edirəm ki, yəni iddia edəndə ki, mənim gördüyüm şeylə Plotindir bunların. Yəni Hermes və Plotindir bunların fikir babaları həmçinin. Deyə bilərsən ki, orada çox adam olub, amma nəyə görə mədir? Və monizm düşüncəsi, yəni burada diqqətlə demək lazımdır ki, monoteizm yox, yəni tək tanrılı dinlər yox, monizm düşüncəsi bütpərəstliyin belə ana düşüncəsi hesab olunur. Bunu da yaxşı işləyənlərdən biri Plotindir. Yəni Neoplatonçu Plotin, Roma dövründə yaşayan adam. O çox qısa bir şey deyək ki, demək 4 hissəyə bölürdü varlığı. Deyirdi ki, ən aşağıda maddədir. Ondan yuxarıda ruhdur, yəni pnevmadır, yəni hava. Yəni pnevmatik silahsal oradan gəldi, hava. Ondan yuxarıda zəkadır, yəni nus, ağıl. Ondan da yuxarıda vahiddir, yəni vəhdət. Yəni hətta deyirlər ki, İbn Arabinin vəhdətül vücud konsepsiyası Plotindən gəlir də belə deyək. Çünki çox əvvəldir ondan. Yəni bu bir matryoşka kimi, elə bir ki, vahid qatlanır zəkanın, zəka ruhun, ruhda maddənin içinə. Sanki həm də o maddəçidir. Yəni baxmayaraq ki, hər şey bir şeydən əmələ gəlib. Yəni monizmin tərifi belədir də. Hər şey bir şeydən əmələ gəlib. Maddələrin ortaqlığı var və hər şey bir-birinə eyniyyətdədir. Yaradan da, yaradılan da eyni qabdan çıxıb da belə deyək. Və bu vəhdətül vücud. Yəni bizim nəhaya amalımız nədir? Məqsədimiz o vahiddə, Tanrıda əriməkdir. Fundamental müsəlmanlar buna razı olmayıblar da İbn Arabi ilə. İndi bu nə deməkdir? Əgər hər şeyin kökündə maddə dayanırsa, əlkimyaçılar da bir inanc, əksərən də bunlar müsəlmanları da var, bütpərəstlər də var. Bunlar deyirlər ki, yaxşı, onda Tanrının elmi kimyadır da. Yəni bütün maddələri, bütün elementləri biri-birinə dəyişmək olur. Yəni elə bir reaksiya var ki, hər şey qızıla çevrilə bilər. Qızıl da digər şeylərə. Yəqin ki, əlkimyanın yaranma səbəbi sən dediyin kimi kontemplativ baxışdır da. Həmin dövrün fizikasından ortalığa çıxan antologiyada dünyaya baxış necədirsə və insanlar dünyanı necə qavrayırsa, o mənada da əlkimiyaya yol açılır. Sən əgər bir şeyə kontemplativ dediyim mükaşiflikdə, bizdə elə gedir adı. Baxırsan bir şeyə və bir şeydə tutaq ki, dünya qızıl gül kimi açılıb. Metaforada dünyanın qızıl gül kimi açılmağının təsviri sadəcə sözdə deyil. Onlar həqiqətən də fiziki olaraq da bunun belə olduğunu düşünürlər böyük ehtimalla. Yəni ki, metafizik baxışın güclüyündən qaynaqlanır. Sənin meditasiya vaxtı varlığın mərtəbələrini vertikal və ya horizontal keçməyin sənə əsas verir ki, o düşüncəyə gələrsən ki, aha, okey, deməli su, hava, torpaq, od və s. bunların qarışığından hansısa, bunların hamısı bir prima maddənin müxtəlif variasiyalarıdır. Və biz o prima maddə olaraq gördüyümüz şeyi, məsələn, əlkimiyada qızılı, çünki qızıl günəşdən əriyib yer üzərinə düşmüş bir şeydir və s. və ilaxır. Biz o qızıla çatmaq üçün bu variasiyaların ən möhtəşəm formasını tapmalıyıq. Və bu möhtəşəm formanı tapandan sonra biz qızılı əldə edə bilərik. İndi əlkimiyanın özünün varlığının məqsədlərini izah edəndə birincisi transmutasiya deyilən şeydir. Yəni ki, qeyd etdiyimiz kimi hansısa dəyərsiz metalların daha dəyərli metallara dəyişilmək. İndi metalın özünün də xarakteristikası var da, yəqin ki, bilirik ki, Mendeleyev cədvəlində qızıl və ona yaxın elementləri var ki, əsasən də qızılın özü kimyəvi reaksiyaya çox az məruz qalan, kimyəvi reaksiyaya çox az girən bir metal kimidir və ona görə o saf olduğu düşünülür. Yəni, nə qədər az reaksiya girirsə, o qədər dəyərlidir. O qədər dəyərlidir. Bu hərəkətsiz olmağı özü onun bir aliliyinin göstəricisidir. Bu Tanrıya yaxın olmaq. Tanrının xarakteristikası kimi də. Çünki Tanrı mərkəzdə dayanır və hər şey çərxi-fələk fırlanır da. Bu nasizmin svastikası kimidir. Yəni sən mərkəzdə olursan. Üstəlik heç nə törənmir. Məsəl üçün
dəyər odur ki, öz başına dəyərdir. Məsələn, qadınla kişinin izdivacından uşaq əmələ gəlir. Amma Tanrıdan belə şey əmələ gəlmir, reaksiya girmir. Reaksiya daha çox girdikcə isə, hərəkət çoxaldıqca isə bu aşağıya nisbət edilir. Nisbət edilir, aha. Yəni mərtəbələri vertikal olaraq varlığın mərtəbələrinin aşağı düşdükcə sən alidən daha ibtidai formaya düşürsən. Və qızılı tapmaq üçün transmutasiya deyə bir şey var. Hansısa metalların eliksir vasitəsilə bu metalları qızıla dəyişə biləcək bir tərkibdə olan maye halında nədirsə, onların dediyi bir şeydir ki, onu ən mükəmməl versiyasında tətbiq edərsən təcrübəyə, onu qızıla çevirmək olur. İndi bu qızıla çevirməyin iqtisadi tərəfini və s. hansı imperator idi, Rudolf II-dir, yoxsa hansı o çağırır Keligili, hansı John Dee'ni romanda Qərb pəncərəsində Mələk romanında da o qeyd olunub. Romanın amma müəllifinin adı yadımdan çıxdı. Şey yazanda da, Golemi yazanda Gustav Meyring. Ondakı kimi düşünülən və məsələn iqtisadiyyatda bir atılım eləmək üçün bəlkə qızıl tapaq və s. o cür motivlər də ola bilər. Amma faydaçı motivlər. Amma bunun bir artizanal, yəni ki bir sənətkarın elədiyi bir hərəkət kimi. Çünki bu hərəkətin özü həm də sənin ibtidaidən aliliyə keçidini təşkil edəcək. Yəni sən özün də burada ruhun yüksəklərə qalxır və sənin şuurun yüksək mərtəbələrdə özünü tam realizasiya, bir fərd kimi tam realizasiya eləməyin üçün ən münbit şəraitə doğru can atmağının göstəricisi kimi, hansısa bir metafizik mesaj kimi də ola bilər. Orada bir dənə şey deyim, orada fəlsəfə, misal üçün biz indi fəlsəfə tarixi öyrənirikdə deyək ki, hesab olunur ki, Aristotel belə saf formada filosofdur da, çünki o göydə olan ideyaları kəsib hər şeyin mahiyyətini insanın özündə yerdə olduğunu deyib də, yəni müəyyən mənada. Amma ondan əvvəlkilər Platon və Platonun qidalandığı natur fəlsəfə filosofları Sokratdan əvvəlkilərdə, məsələn Fales, Anaximandır. Onlar deyəndə ki, hər şey sudur və ya torpaqdır və ya nə bilim havadır. Bildiyimiz bu suyu yəqin ki nəzərdə tutub ifadə. Yəni hər şeyin ortaq bir elementi var. Yəni su özü-özlüyündə sakral, müqəddəs bir şeydir və hər şeyin başlanğıcı sudur. Yəni onlar sən dediyin kimi o prima elementi axtarmağa çalışıblar ki, hər şey ilk ontoloji olaraq nədən törəyib? Əgər tutaq ki, havadan törəyibsə, biz onu ən yüksək demək element kimi götürək və irəliləyək. Və bu baxımdan misal üçün Hermes o dövrdə, yəni bunlar belə deyək də, yarı kahin, yarı filosoflardır. İndi məlumdur ki, Misirdən falan qidalandırdıqları var da. Və misal üçün Hermes özü də o Triskemiz Hermes, 3 kərə müqəddəs Hermes. Bunlar indi kitabı falan da qalmayıb yəqin ki, amma onun üzərinə yazılan çoxlu şeylər var da, şərhlər var ki, Hermesin məşhur sözü ki, ayın üzərində elə bir şey yoxdur ki, ayın altında elə bir şey yoxdur ki, ayın üzərində bu baş verməsin. Yəni analogiya göydə nə baş verirsə, planetlərdə falan da. Yerdə onun qarşılığı var. As above, so below da. Yəni yuxarıda necəsə aşağıda da elədir. Yəni günəşin, yəni nəyə görə indi belə bürclərlə talismanlar cəmaət alır. Yəni onun alt qatında inanc sistemi olur ki, günəş bir dənə elementə bənzəri olmalıdır. Günəşin elementi qızıldır. Nə bilim, ayın elementi deyək ki, gümüşdür. Merkuri civədir. Orada yer gəlmişkən onu da istinad edirlər Hermesə və Cabir ibn Həyyana, o müsəlman filosofa ki, Merkuri civə qadını bildirir. Yəni kövrəkdir, demək də indi feminin başlanğıcı olaraq. Kövrəkdir, reaksiya girir, sudur. Mayedir, axışqandır və s. Fluiddir, amma kükürt, yəni sulfur. Bu da yəni biz belə fanzin çıxartmışıq. Bunun elementi olaraq John Dee'dən də bu John Dee'dən də. Monas Hieroglifika 1564-cü ildə çap edib kitabını Antwerpdə və o kitabında bunun simvolikası göstərilir kitabın üzərində də və bu John Dee'nin beynində, yəni təsəvvüründə bütün kainatın hamısının bir yerdə olduğu şeydir. Tək kükürt deyil, yox orada. Tək kükürt deyil, amma sən dediyin oradakı sənin dediyin o kükürt olan Merkuriyə qarşılıq olaraq dediyin şeydir. Yəni kişi başlanğıcıdır, o da oddur, nə bilim şey, göyə doğru meyl edir. Həm də orada məntiq bundan ibarətdir ki, hava və od göyə meyl eləyir, yumşaqdır. Su və torpaq yerə meyl eləyir və bunlar arasında, yəni kükürtlə civə reaksiya girsə, burada bir tamamlanma baş verəcək falan. Belə bir inanc var. Elə bir inanc var, bəli. İndi bu fiziki olaraq aktdan çox, məncə biraz o əlkimiyanın psixoloji akt tərəfinə də deyinir. Bunu Jung özü yazıb. Jungdan qabaq da Mircea Eliade deyəsən.
Onun Dəmirçilər və Əlkimyaçılar deyəsən. Kitabının adı elə idi. Həmin kitabda da qeyd olunduğu kimi və bayaq əvvəl də qeyd etdiyim kimi bu reaksiyanın özü təkcə hansısa fiziki bir məmulat əldə etmək bağlılığı yoxdur təkcə. Bu həm də spiritual olaraq mərtəbə adlamaqdan söhbət gedir. Tutaq ki, metallar hansısa kainatdakı corporeal deyək də, material levelin spiritual manifestasiyasıdır yer üzərində. Və elə düşünülür ki, tutaq ki, 7 metal ən əsasdadır və 7 dənə də planet var və o dövr üçün. 7 planet də ruhun material manifestasiyaları. Onlar göydədir, onlar yerdədir və onlar bir-birinə əlaqədədir və bu əlaqədə sənin iştirak eləməyin Elaidanın tərzində bir mamaça funksiyasını yerinə yetirməyin, çünki yerin altında metallar var və onlar qızıla təbii formada çatacağı düşünülürsə, insan ora müdaxilə edir və onu tez bazar, o prosesi sürətləndirməyə çalışır. Sən artıq buradan mamaça funksiyası yerinə yetirirsən də, sən hansısa metallardan qızıl almağa çalışırsan. Bu prosesin özündə iştirak eləmək özü inisiatik aktdır. Yəni sən birincisi orada sadalayır da, sən tutaq ki, təmiz olmalısan, oruç tutmalısan, bəzi şeylərdən, arzularından kənar olmalısan, belə deyək, öz nəfsi və qalib gəlməlisən və s. Və bunları elədikdən sonra sən inisiasiya qazana bilərsən bu prosesi icra eləyərkən. Əks təqdirdə bu qara magiya deyilən bir şeyə çevrilə bilər və hansı ki, indiki bizim dillərdə bəlkə sənin söhbətin əvvəlində dediyin şeyə daha çox uyğun gəlir. Cadu, nə bilim, hansısa kimisə bəxtini bağlamaq və s. Bu kimi məsələlər ortalığa çıxır. Yəni sən həmin prosesin özünün ülvi tərəfini görmürsənsə, onların düşüncəsində, sənin yuvarlandığın yer indi bizim danışdığımız o belə qeyri-rasional inanclar var, cadu və s. Ağaca nəsə bağlamaq və s. Ona gedib çıxır və ya kuklaya iynə batırmaq və s. Aysa o kukla iynə batırmaq yaxşı söhbət. Yəni gəlinci, məsəl üçün belə bütün filmlərdə zətdə görürük ki, məsəl üçün bir, nə bilim, xoşlamadığı bir adam var. Elə bir təqlid və ya rituallar keçirilir ki, sanki gəlincik o adamdır. Yəni analogiya belədir. Necə ki planet orada bir dənə burada element. Eləcə də bunun belə üfüqi versiyası vardır. Adam oradadır. Sən bütün elementlərə inanırsan ki, burada yatır və onun ürəyinə deyək ki, iynə batanda onun da ürəyində iynə vurulur. Yəni bu nəyə görə bu belə bir götürülür ki, məsəl üçün şeydə nə var da, Rene Guénonun Solve et Coagula. Hə, yəni bu Hinduizm fəlsəfəsindən gələn bir şeydir ki, əslində ümumi mənada ki, yəni bir şeyi, yəni hər şey eyni şeydəndir, Onu ya qatılaşdırmaq olar, yəni maddəçi hala çevirmək olar, ya da onu həll edib daha zərif formada göyə qaldırmaq olar. Amma bunların ortaq atomları eynidir, belə də Lori dilində desək. Bunun kənara çıxması, dualist bir şey yoxdur. Məsələn, bunlar Descartes-da, yəni ki, başları gedib Descartes-i görəndə Descartes deyir ki, yox, ruhla cisim ayrı-ayrı substansiyadan ibarət. Bunlar deyirlər ki, eyni şeydən ibarətdir hər şey. Hansı ki, Spinoza və ya sonraki Schelling üçün önəmli rol oynayır da. Çünki şuur bədənin subtil versiyasıdır. Şuurun qatlaşmış versiyası da bədəndir. Yəni belə deyəndə. Yəni şuurla bədən eyni şeydir də, belə deyək. Bunlarda sadəcə dərəcə fərqi var da, yəni keyfiyyət fərqi yoxdur, yəni kəmiyyət fərqi var, belə deyək. Əslində monizmlə monoteizmin fərqi də elə budur ki, monizm deyir ki, şuur bədən eyni şeydir, sadəcə aralarında keyfiyyət fərqi, yəni şey fərqi var, zəriflik, kəmiyyət fərqi var. Ruh bədənin ayrı olduğunu deyən isə monoteistlərdir. Yəni bunların belə bir məsələn Descartes-da yəni. Aslında o da yəni ki, dualist və ya bizə elə bir ki, fundamentalistlər daha yaxındır, müsəlman fundamentalistlər Descartes daha yaxındır, nəinki Spinoza və ya digərlər. Qalavin adında bir adam var Rusiyada. O bəlkə də Sovet dövründə underground olaraq demək bu əlkimya mövzularını araşdırıb, yəni kim nə yazıbsa oturub oxuyub da öz dilindən oxuyub. Öz dilindən oxuyub və fransızca, nə bilim, almanca falan və o belə deyirdi ki, yəni əslində qara magiyanı şey kimi götürürlər. Daha neqativ əlkimiya, daha irrasional əlkimiya, halbuki o əksinə pozitivist əlkimiyadır. Yəni o dedi ki, qara magiya pozitivist elmin anasıdır. O baxımdan ki, qara maglar kimlər idi? O adamlar ki, deyirlər ki, məsəl üçün gedim bunun bədənini götürüm, yarım, görüm onun içində nə var, nə bilim. Onu gedib yaranda bu real gördük ki, məsələn qan dövranı var məsəl üçün də, yaxud hər şey o qədər də ideal deyil falan. Elmi sifrayışa səbəb olur. Və bu da deyirlər ki, okey də, yəni bildiyin təcrübə
şeyinə. Məsələn, İbn Sina da bədəni ilk yaranlardan biridir də, İslam coğrafiyasında küfür sayılırdı, amma bu getdi onu şeylədi. Yəni qaramaqlar hansı ki bunları öldürmək istəyirdilər, yandırmaq istəyirdilər, bunlar pozitivist, empirik elmin qurucuları sayıldı. Yəni hər şey əslində elə ki, indiki kimya, əlkimya onun sələfidir də, yəni atalarıdır və onlara borcludur. Üstəgəl aydınlanma ki var, indi misal üçün biz ondan danışırıq bəhbəhlə. Hamı elə bilir ki, Qərb yalnız rasional formada inkişaf edib. Onun daxilində, yəni Francis Yates onu sübut edir və indi artıq populyardır bu fikir akademiyalarda ki, demək hermetizm, metafizik elmlər, günəş tanrısına inanc şey kimi. Hansısa bir formada paganizm. Ficino falan bunlar hamısı əslində irrasional, həm rasionallıq olub, həm irrasionallıq və bunlar bişərək aydınlanma ortalığa çıxır. Yəni aydınlanmanın alt fundamentində heç də yalnız maarifçilik yatmır. Müasir elmin metafizik kökləri deyə kitab var, müəllifi yaddan çıxıb. Yəni onun da dediyi kimi elə Francis Yatesin dediyinə dəstək olaraq Avropa birdən hər kəs ağla inansın deyə bir şey olmayıb. Yəni bunun Renessans kökləri var. Renessansın hardan gəldiyi antik Yunan, Roma və s. bu indi başqa mövzudur. Amma onunla paralel də Renessans adamlarının özünə, məsələn Giordano Brunoya, hansı ki Francis Yatesin digər bir kitabıdır. Giordano Bruno və hermetik köklər. Giordano Bruno normalda müasir elm fədaisi kimi göstərilən bir şəxsdir. Orada baxırsan ki, yəni adamın monoteizmlə heç bir əlaqəsi yoxdur, kifayət qədər pagandır və onun dünyaya baxışı kifayət qədər monist və s. indi bayaqdan danışdığımız hər şey ona aiddir. Hətta sehirə də inanır, bir magic tərəfi də var. Təbii ki, okult. Avropa ölkələrini gəzərkən digərləri ilə rastlaşması və yazışması, söhbətləri də hansısa aydınlanmanın sırf ağla inanması tezisinin altını oyur. Bu adamlar elmə kök qoyarkən qeyri-elmi bir şeydən çıxış eləyiblər. Bəli, yəni inanc orada həmişə belə bir şey var ki, inanc elmdən sanki ayrı olub. Bu təzəlik ola bilər son 200 ildə deyək ki. Amma o dövrdə məzhəb söhbəti olub. Yəni Giordano Bruno deyib ki, xristianlıq qaranlıq çağdır, hansı ki indi onu bu tezisi qəbul eləmir heç kim. Yəni qaranlıq çağda da kifayət qədər qaranlıq olmayan şeylər vardı. O deyirdi ki, yəni kilsə sadəcə bunu öz istilası altında tutub, amma biz xristianlığın üstünə X qoyub qayıtmalıyıq antik Yunan günəş tanrısı. Günəş da Campanella adlı kitabın adı Günəş ölkəsidir. Yəni bütpərəst, monist düşüncəyə arxalanaraq elm qurmalıyıq. Ona görə də günəş yer mərkəzdə deyil, günəş mərkəzdədir. Yəni amma təbii ki, sonradan bunu elmi bəlkə də sübutlarla eləyib, amma motiv dini motiv olub yəni. Bizim bu Yatesin adını çəkdik, onun və kitabının da adını çəkdik. Qırmızı, daha doğrusu Qızılgül və Xaç qardaşlığı. Rosenkreuzerlərlə bağlı kitabında da Avropaya bu söhbətlərin necə səs salmağının və 3 dənə manifestasiyanın, daha doğrusu manifestin çıxmasını qeyd eləmişdi. 1614-17-ci illər arasında Avropada müəllifi bilinməyən manifestlər peyda olmağa başladı və bu manifestlərdə sırf qardaşlıq cəmiyyəti, monist dünya görüşü, hansısa metafizik və hermetik köklərinin olması, insanlığın xilasının məhz bu şeylərdə görülməsi və s. bunlarla bağlı yazılar var və o yazılarda hətta Yatesin kitabında qeyd etdiyi kimi Descartes-la bağlılıq belə söhbəti var ki, görəsən Descartes həmin dövrdə bu yerdə olub, görəsən Descartes onlarla yazışıbmı yoxsa yox, sonra Descartes öz yaxasını kənara çəkməyə çalışır ki, onlar şarlatandır və s. və ilaxır. Nəysə belə mövzular da var. Bu və ya digər formada hermetik köklər müasir Avropa düşüncəsinin, kontinental düşüncənin əsasını təşkil edir. Biz bunu qəbul etsək də eləməsək də bu belədir. Və əlkimya deyə bir şey var. Ona işləyib işləməməyi, laboratoriyada bunu dəfələrlə təkrarladıq, amma alınmadı kimi şikayətlər də ola bilər. Ancaq bir düşüncə forması bir diskursu yaradır. Düşüncə forması diskursu yaradırsa, diskursa uyğun insanlar öz həyatlarını formalaşdırır və tarixə yön verirlər. Bu mənada əlkimyanı əlinin tərsi ilə itib, qırara qoyub, sadəcə tarixdə belə bir şey olmayıb, hamısı məfhumat söhbətlərdir deməyə ehtiyac yoxdur. Orada maraqlı bir şey var ki, məsəl üçün Avropa özü bu düşüncəni qoyduğu üçün, özü bu yoldan keçdiyi üçün o dövrdə indi elmin bütün yükünü aparıb da, yəni o deyək ki 300-400 il. Özü də artıq bu tezis, yəni qaranlıq çağ olub, ancaq rasionalizm, özü bu tezisdən imtina edib artıq akademiklərin sayəsində də. Biz və ya Türkiyə onları gecikmiş şəkildə izlədiyimiz üçün, nə kimsə Atatürkçüdür, kimsə nə, biz hələ də elə bir ki, onların 1900-1800-cü illərki tezislərini gecikmiş
olaraq izləyirik və biz elə bilirik ki, onlar da əslində rasionalizm, onlar özləri imtina edirlər aslında. Yəni yeni məqalələrə və yaxud yeni tezisləri görsək, görək ki, onlar artıq özləri etiraf edirlər ki, əlkimiya, hermetizm bizdə də rol oynayır və qəlb elə də belə şey deyil də, sudan çıxmış ağ qaşıq, süddən çıxmış ağ qaşıq deyil də. Və bizim qəlbə yanaşmamız şeydə daşınmaz əmlakın qiyməti ilə maaşların artması arasındakı şeydə mütənasibliyə nə qədərdir? Yes, John Dee haqqında bir də istəyirəm danışaq. O baxımdan ki, misal üçün çox maraqlı adam olub. Mənim gördüyüm ən maraqlı həyat tərzi yaşayan adamlardan biridir ki, demək teatr miri əsərində, dünya teatr əsərində Francis Yates onun haqqında belə ayrıca danışıb ki, bu adam yəni o dövrün həm də elmi düşüncəsi maraqlıdır mənə. Deyir ki, bu adam kasıb ailədən çıxıb, orta sinifdən çıxıb. Halbuki digər hermetik düşüncə aristokratlardan çıxırdı. Bu adam aşağılardan çıxıb. O dövr üçün ən böyük kitabxana bunundur John Dee-nindir. 4000 dənə kitabı var. Əslində 4000 dənə çox görünmür bizə, amma o dövrdə 4000 nüsxə kitabın fiziki olaraq olmağı böyük bir şey sayılırdı. Onu John Dee-ni araşdıran, həmçinin Yeats özü də araşdırıb onu, həmin qadın. Deyir ki, biz onu araşdıranda gördük ki, kitabxanasında demək çox vacib hesab etdiyi əsərlərə belə üçbucaq bir möhür qoyub. Yəni oradan bilinir ki, bu o kitabları çox önəmli sayırdı. Onun içində Evklidin həndəsəsi də var və bu John Dee elm tarixində Evklidə ən əla ön söz yazmış adam kimi. Yəni Evklid kifayət qədər pozitivist, yəni belə də rasional adamdır da. Evklidi də önəmli sayır. Eyni zamanda tarot kartlarını da önəmli sayır da. Hansı ki, tarot kartları indi biz ona fake və xurafat kimi baxırıq da. O dövrdə belə bir fərqləndirmə yox idi ki, bu xurafatdır, bu yox. Hamısını oxuyublar və John Dee-nin zehni elə formalaşıb. Və bu inanclı adamdır, nə bilim belə də indi o monist düşüncəyə mənsub. Elizabetin qulağına da pıçıldayır. Pıçıldayır, ha. Gedir Elizabeti izah edir ki, o dövrdə Renessans İngiltərədə yoxdur da. Gedir izah edir ki, yəni İtaliyadan götürməliyik. Deyək ki, memarlığı Romaya qayıdıb, nədir o memarın adı? Şey yazan. Yaddan çıxdı. Vitruvius'dan götürməliyik. Hətta buna ikinci Vitruvius təxəllüsü veriblər. Kitabxanaya bağlı onu deyim ki, bir basqını olub kitabxanasında və yarısı yandırılıb, oğurlayıb, gəlib dəli olub ki, kitabların yarısı yoxdur. Kasıbçılıq içində ölüb, yəni belə faciə olub. Gəlib izah edir ki, İngiltərə imperiya olmalıdır. Və Elizabet deyib ki, bu necə ola bilər? Zat deyir ki, biz dənizin hökmranlığını özlərimiz, yəni bu adam, başı getmiş adam, indiki İngiltərənin imperiya olmasında böyük töhfəsi olmuş adamdır. Yəni dünya rasional irəliləmir, bəzən irrasional irəliləmir. Və gedib deyilənə görə bu dənizçilərlə zadla görüşüb ki, baxın biz göyərtələr tikməliyik, şey kimi, Hollandiya kimi falan, İspaniya kimi falan və ondan sonra yəni memar olub və belə bir maraqlı bir şey var. İndi onu Robert Fladə aid eləyirlər. Həmin dövrdə yaşamış. Bir də Shakespeare-in o Globus teatrında da deyirlər ki, bunların belə bir inancı olub ki, memarlıq sənətlərin anasıdır. Demək, Tanrı ayın üzərində necə möhtəşəm bir planet qurubsa, biz də yer üzündə möhtəşəm bir teatr qursaq, memarlığı ilə hər şeylə bir yerdə və ideal bir süjet qoysaq, yəni pyes, dünya dayanacaq, tarix dayanacaq. Yəni ideal bir şey qoyulsa, Tanrı baxıb qane olacaq və dünyanın elə ki, çarx fələyi dayanacaq da. Yəni belə bir düşüncədə inancda olmuş adam indiki İngiltərənin hökmranlığını təşkil etmiş adamlardan biridir. Eyni zamanda İngiltərədə pozitivizm də, yəni sənaye inqilabı da çıxıb. Yəni demək olar ki, bu çox eyni qabıda rasional və irrasional da ola bilər. Biz bilirik ki, insan özü də elədir. Rasional qərar da veririk, çoxsunu irrasional qərar veririk. O baxımdan məncə dünyaya belə bir, yəni əlkimiyanın, John Dee əlkimiyaçıdır və əlkimiyanı demək liberal, yəni ki, orta sinifə də çatdıra bilən adamdır da. Və getdikcə görür ki, əlkimiya düşür və sonra kimyaya çevrilir də demək o dünyada. Bu cür dünyaya baxsaq biz başa düşərik ki, hər şey belə göründüyü kimi şey deyil, rahat deyil. Yəni rahat deyil. Belə içinə girib söhbətləri tutmaq lazımdır. Belə əlkimiya söhbətləri belə, bizim də belə kolbamız var burada. Amma yenə də uçuruma baxarkən sizə baxır deyib bitirə bilərik.